qızın verilişi niyə bağlanıb? Dostlar, niyə sualının cavabı bir dənə ondan ibarətdir ki, insanlara qəşəng nələrsə ötürə bilmirlər. Nanənin verilişi əladır. Nanənin verilişi gedir ki, bəyəm Xoşqədəmlə. Xoşqədəmlə bağlı qərar verəməyib, ehtiyat ediblər orada. Zahir Kəmalla bağlı ehtiyat ediblər. Yeni deyirəm, Zahir Kəmal elə ən birinci o mənasız şeylərdən danışan, o efirdə qeybət qıran adam Zahir Kəmal olubdu, amma Zahir Kəmal qaldı yenə də. Üzümlü keki. Hə, o deyir giz-giz gəl deyir biz mahnı oxuyaq. Hə, o gün mən o hissəsini sən benim üzümlü keki. Bax, sizə sual verirəm. Ayşad özü gəlib çıxa bilər efirə, gəlib girə bilər o televiziyaya Ayşad özü. Yox, kimin efirindədir o? Xoşqədəm Hidayət qızının, vəssalam da. Vəssalam da. Xoşqədəm Hidayət qızı istəyir də. O bir ara yadınızda, Xoşqədəm Hidayət qızının verilişində deyil, onun verilişindədir də deyəsən. Bir ara şeydi, hayır seveceksin, seveceksin, hayır anneciğimin elinden öpeceğim, babamın üzünü öpeceğim, senin alnını gemireceğim diyen kız var idi. Neçə ay onu Xoşqədəm Hidayət qızı efirdə saxladı. Deyirdi Nahidə, hə. Sonra bilirsiniz Nahidə mənə mesaj yazdı. O Xoşqədəm Hidayət qızının verilişinin ayrılandan sonra bizim qaynar xəttimiz vardı, Space TV-də verirdi, yəqin ki adınıza gəlir. Orada yazdı, gəmirəcəm. Orada yazdı ki, Səidə xanım, səs atmışdı daha doğrusu, sildim sonra o mesajları. Səidə xanım, çox xahiş eləyirəm, məni gəlin Xoşqədəmin əlindən alın, deyir. Mən də uşaqlardan soruşdum ki, təzdən Xoşqədəm xanımın verilişinə çıxır ki, bu. Dedilər ki, yox, təzdən çağırır Xoşqədəm xanım ki, gəl çıx. Düz o Nahidənin də aldığı nəfəs yalandan gəlib gəlirdi. Amma ki, nəysə də elə bir şey dedi. Sonra dedi ki, əslində deyir, o oğlan məni çox sevirdi, çox istəyirdi, deyir. Sadəcə Xoşqədəm xanım deyirdi ki, elə oynayın, sən gəl, o səni belə itələsin, zatsın, hayır sevəcəksin, dinən, güzad al, gətir, zat, nə bilim nə. Dediyinə görə güya o senarini elə yazırlarmış, nə bilim, eyvallah. Nə deyim, ay tova, başım da çıxmır. Neyse, sonra dedim, vallahi mənim özümü sonra Xoşqədəm xanımın əlindən alan adam lazımdı. Yəni ona görə də aynı ayda qadın alım dedim. Ya, açığı ciddi baxmadım ona, yoxsa çünki efirə qayıtmamışdı. Qeyb nə deyəcəm ki, orada sən Xoşqədəmin əlindən alıram, efirdə deyilsən ki, zaten neçə ay oynatdılar da səni orada. O həkimə nə bilim şeir dinən. Ay həkim, gözəl həkimim, yaxşı ki sən varsan həkimim. Siz olmasaydınız biz daha sağlam olardık. Birdən error verir ki, yox, elə ki burada nəsə düz demədi. Belə kiçik şeylər. Sən Allah, o nəfir indi deyirsiniz Ayşaddır, düz nə bilim nədir düz. Sən mənim üzümlü kekim. Ha, bu keki də yeyib qutaracaqlar. Axır nə olacaq? Sonra nə olacaq ki? Deyir ki, o mövzulardan danışma. Mövzu nədir? Televiziya mövzusudur da. Mənim sahəmdir də televiziyalardan danışma deyəndək. Mən şəkili sizi çox sevirəm. Çox sağ olun. Oğlan və təşəkkür edirəm. Hə də, indi oxşar şey. Özə fikir verirsiniz, ancaq qeyri-ciddi adamlardır. Sonra, düzü, mən bunu demək istəmirəm, amma mənə görə bəzilərinin problemi olan adamlardır ki, onlar istədikləri kimi oynada bilir. Yəni, 2 ay, 3 ay adamın efirdə problemindən danışarlar. Ay, başınıza dönüm. Baxın, mən 3-4 yaşda yaşlanmışam. Ceyran xanımın hələ də qara açıqsıdır, Zaur bəyin verilişidir. Ailəlikcə orada dolanırlar bu adamlar, ailəlikcə. Ay, evimizi Allah tiksin. Başa düşdük ki, Ceyran xanım hiss eləmir ki, o ağver çəkdi. Ola bilər də, adam başa düşməz, ya da televizyonu əyləncəli gələ bilər də. Baxma da, indi orada ürəyə gedən olur, orada hönkür-hönkür ağlayan olur, orada nə bilim, qaçıb-qaçıb yerə sərələnən olur. Məsəl üçün, nə bilim, güya
havalanan olur. Bir də belə maraqlıdır da, televiziyanın özü-özlüyündə maraqlı. Başa düşürəm ki, Ceyran xanımın maraqlıdır o şeylər. Zohur bəy də bezmədi. O mən bir adam o qədər verilişdə görsəm, mənim özüm havalanaram. And olsun Allaha. Ay xanım, sən problemin yoxdur, qurban olum. Ged otur evdə, sən nənə olan vaxtında, sən nəvəni ayağın üstündə yırğalayan vaxtında, yelləyən vaxtında. Lay lay dedim yatasan. Ged nəvələrvi yatızdır da. Nəvə də olanmır. Niyə? Çünki 3 ay biri ilə evli olur oğlu, 4 ay biri ilə evli olur oğlu, 5 ay biri ilə evli olur oğlu. Özü xoşbəxtlik yaşamayıb hiss olunur. Oğlunu buradan bədbəxt eləyir, qızını oradan bədbəxt eləyir. Ailəlikcə 3 ildən çox da o verilişdədir. Konkret bilmirəm də vaxtını. Yenə də deyirəm, başa düşdüm. Nəyinə lazım? Gəlib orada oteldə zadda qalır. Bəndən 5 metr otel görməyən adamlardılar. Gəlib oteldə qalırlar da, düzdürmü? Onlara maraqlıdır, indi bilməm harada qalırlar. Mən bəlkə də elə Bakıda yaşayırlar, amma bildiyim qədərini rayonludular onlar. Yəni bu da həvəsdir, bəsdir də. Ata bu Ceyran problemi qurtarmadı. Nə oldu? Ceyrandan başqa adam yoxdur problemi işıqlandıracağımız. Bir gün Arzu ilə qucaqlaşırlar, bir gün sarmaşırlar, bir gün dolaşırlar, bir gün öpüşürlər, bir gün qucuşurlar, bir gün düşmən olurlar, bir gün anan sənə qurban deyirlər, təzdən qucaqlaşırlar, bir gün deyirlər Arzu, sən mənə belə şeylər baş verir. Başa düşmürsən ki, bunlar bizi ələ salırlar, yoxsa özlərində nə bilməyik, heç nəsə nəyə lazımdır belə də ki. Neysə ki, belə şeylərdir. Yəni, ona görə deyirəm ki, Elgizin verilişi bağlandı, məsələn, Tolikin verilişi bağlandı, urra, yehu, düzdür, mən yenə də deyirəm, sevinmirəm heç kimin çörəksiz qalmasına. Amma ki, nə oldu da, nə oldu? Ceyran yenə efirdədirsə eyni şeydir. Nə bilim, siz deyin. Adlar da yadımdan. Yəni, Zahir Kemal efirdəsə eyni şeydir də. Nə oldu? Nə dəyişdi ki? Nə dəyişdi? Nə oldu? Arzu bir gün yoğurtu yedizdirir oğlana. 3 gün yoğurt daşırlar canlı efirdə. Videozat çəkir. İkinci qızı geçsin. Videozat çəkir. Ondan sonra da gəlir oğlandan ayrılır 4 gündən sonra. Deyirəm, elə eləməyin. Gözləyir. Onlar da eləyirlər. Elə gözləyir. Sonra da gəlib ayrılırlar. Baxmayın da, hesab eləyir, baxmayın da, vacibsiz. 33-ə çatıram, dəllidir. Mənə də taksi sürücüsü eləyiblər. O deyir, mama gəl məni buradan götür. Bu deyir, ay mama gəl məni buradan götür. Elə mən taksi sürücüsü zadıyam. Başıma xeyir. İndiki qızlar yamandılar Allah. Bir dənə yazıq görkəm alırlar ki, Somaliklərə bak. Bir dənə yazıq görkəm alırlar ki, Allah adam ürəyə ağrır. Az qalsın ki, gelib götürürsən. Zahir Kemal'ın verilişi bağlansın səviyyəsiz. Əsirlərini fərsizlərə körlama. Allah bunu atdığı Somaliklərə bak. Tolik bağlanıb. Verilişini deyirsiniz yəqin ki. Onlardan yaxşısı gələcək. Çox sağ olun Günay Ayaz, təşəkkür edirəm. Parizbet çox sağ olun əsərlərini. Bizim TV'miz yoxdur. O nə gözəl ya Allah. Nə gözəl TV'miz yoxdur. Bu da eləmirsən ki, vəkil deyə. Vəkil yoxu müstəntiq. Zahir Bəxşəliyevə bağlasınlar. Həmişə sizi dəstəkləyirəm. Sənlə fəxr edirəm, çox sağ olun. Verilişdən diri işdə görə bilmirik. Tamaşaçılar nəyinə lazım müğənnilərin, evlərinin, maşınların qiymətinə? Niyə ay Məməd? O maraq göstərirlər ki, onlar da deyirlər də. Elvin Əliyev sizin vəkildir. Mənim vəkilim yoxdur. Rəqsənə məsələsinə görə, Elvin bəy idi. Televizor yoxsa TikTok'da giriblər deyirəm. Elgiz yazıq. Sən Allah heç kimi yazıq deyil. Sən Allah. Oturub axşamazın ələ sallar cəmaata Elgiz yazıqdır. Gecə yuxuda Elgizi görəcəyik. Allah işlərini avand eləsin. Nə deyim?
Mən Zaur Bəxşəliyev Elgizi bəyənirəm. Valla deyir Zaur nə bağlı bağlanmayacaq, bilmirəm. Neysə daha bilmirəm. Əjdaha dövək. Elgizi Palatka müğənilər. Yox, Palatka müğənilər o tərəfə qalsın. Elza Seyidcahanın bacısı elə danışır ki, and olsun Allahımıza, bizim dəyərli sənətkarımız Flora Kərimova elə danışmır və heç o iddiada da deyil də. Yəni Flora Kərimova bilirsiniz də, hansı urivində olan sənətkardır da. Ay qurbanım, Elzanı yamsılayırsan da, Elza xanımın başına qoyduğundan bitkə qalanda sən də qoyursan. Nə bilim, ayağına geyindiyindən bir tay qalanda sən də geyinirsən. Kopyalayırsan, çox da eybəcər kopyalayırsan. Elza Seyidcahanın onsuz da öz tərzi özünə bəsdir və o öz tərzi ilə qəbul olunur. Üzümdən bir salxım qaldı, bu da yapışdıracaq başına. Alman bir dilimi qaldı, bu da qoyacaq başına. Nə olub ay xanım? Sən Elza xanımın ayaqqabısını geyinə bilərsən, baxmayaraq ki, bacısısan. Amma Elza Seyidcahan ola bilməzsən. Onsuz da Elza Seyidcahan da zorla qəbul elətdirdi də o tərzi. Hamı şoka düşürdü. Heyvanlara konsert verim nədir? Heyvanlar nədir? Elza Seyidcahan çox gözəl bəstəkardır. Həqiqətən möhtəşəm bəstəkardır. İndi bunun bacısı Elgizin verilişində keçən də gördüm. Sosial şəbəkədə çıxdı qabağıma. Ay Allah, bir danışır. Belə baxıram, deyirəm ki, görəsən buna, nə bilim, nə vaxt Mədəniyyət Naziri filan adı zadı düzüyor. Bizim Mədəniyyət Naziri ümumiyyətlə mədəniyyətlə bağlılığı yox. Nəysə, onu demək istəmirəm. Yəni, nə demək istəyirəm? Yəni, elə danışırsınız ki, yəni, siz o deyilsiniz də. Sonuçda Elgizin verilişində cəmaatı ələ salan adamsan da. Yəni, indi çıxıb belə ağıllı danışmaq. Bilirsiniz, siz belə, siz elə. Ay xan, birinci elə siz özünüz olun, amma özü olmalıdır da. Düzdürmü? Başqasını yamsılamaq, yəni, nə qədər yamsılayasınız, bir o qədər özü tapmayasın. Yenə deyirəm, bacın ola bilər. Sən özün ola bilmirsən, gəlib orada kimisə məsləhət verirsən. İndi bu Zaurun da verilişində. Özləri boşanıblar 6 aydan sonra, 1 ildən sonra. Gəlirlər, siz niyə boşanırsınız? Ailə çox gözəl şeydir. Bilirsiniz necə ailə dəyərləri? Siz uşağınıza travma verəsiniz. Özünün uşağı ölür travmadan evdə. Siz uşağınıza travma verməlisiniz. Bilirsiniz, çox çətindir bir qadına uşaq böyütmə. Ay xanım, o deyir, sizin qıdınız var. Kimin verilişində deyirdi? Elgizgin verilişində deyirdi, sizin qıdınız var. İndi deyirsən ki, ay xanım, sən ərin var sənin. Yoxdur, ay xanım, get otur evində işivi gör də. Ya nə bilim, hansısa bir sahənin mütəxəssisən, get orada mütəxəssisliyi elə də. Bu yazıqlardan qulaq asır. Bir ağılısı yoxdur içində ki, desin elə sən məsləhət verərsən, özünə məsləhət verərdin, ailən qalardı da. Hə, deyəcək ki, bilirsiniz, sonra məlum oldu ki, mənim həyat yoldaşım güya da narkoman imiş. Nə oldu elə 3 ayda ağır narkotik istifadəçisinə döndü sən əri, yoxsa 1 il də döndü. Demək ki, elə bunun qabında var imiş. Sən gözü yumlu ərə getmirsən, bu başqa məsələ. İkincə ki, yenə də deyirəm, öz başlarına deyir, özünə umac ola bilmir, başqasına gəlib ər işdə kəsir. Hələ utanmadan çıxıb orada mənə müzakirə edirlər sosial şəbəkələrdən. Ay xanım, gedin işinizlə məşğul olun da. Özünə gün ağlayamır, gəlib oturub orada ailəsi dağılana məsləhət verir. Bir dənə onun verilişidir. Sosial verilişlərə çıxanların əksəriyyətinin ailəsi yoxdur. Heç ümumiyyətlə bilmirlər, ailə dəyərləri zadı nədir. Gəlib orada ağıllı yol göstərirlər. Gəlin biz sizə biraz da vaxt verək. Siz düşünün, bir ortaq dil tapsalar gəlib bura çıxamırlar ki, güya ki, ortaq dil paylayırlar televiziyalarda da. Ortaq dil tapsalar, olsa bura gəlib çıxmayacaqlar, düzdürmü? İkinci ki, dil tapan idin, birinci dili sən tapardın da, sonra gəlib deyərdin ki, baxın, mən də ayrılmaq mərhələsindəydim, hər şeydən bezmişdim, hər şeyə son vermək istəyirdim. Amma sonra düşündüm ki, qoyun biraz diqqətlə qulaq asam, mən danışım yoldaşımla, bəlkə onun dilini taparam, bəlkə o mənim dilimi tapar, biz ortaq dil tapdıq. Bunlar ortaq heç nə tapmayıblar. Bir dənə yazı uşağı psixologiyasını pozurlar, bir dənə övladları gəlib də dünyaya. Və salam, bunların özləri ortaq heç nə tapmayıblar, gəlib oturub efirdə məsləhət görürlər. Kimdir bizi ələ salan? Bizi ələ salan həmin ailəsi dağılan adamlar deyil ki, bizi ələ salan birinci televiziya rəhbəridir, ikinci verilişin rəhbəridir, üçüncü də verilişin aparıcısıdır. Hansı ki, bu efirlərdə elə aparıcılar həm də öz proqramlarının rəhbəridir.
Tamam da aparıcıya da lazımdır ki biraz belə şou yaradan, haylı, köylü, qışqıran, bağıran, çağıran, belə gözlərini bərəldən kiminsə üstünə cuman ekspertlər olsun. Verişin aparıcısına lazımdır, düzdürmü? Biz o kanalın rəhbərliyi oturub demir ki, mən nə göstərirəm? Bunun özünə tərbiyə verən lazımdır, yol göstərən adam lazımdır. Bu da gəlib kiminsə yol göstərir. Yəni, mən neyi nəmək istəyirəm də sonuçda? O gündən mən Elçin Əmbaranski verilişə dəvət eləmişdim. Deyir ki, Səidə xanım, mənim uşaqlarımın tərbiyəsi pozulur da. Baxıram ki, tərbiyəsi pozulur. Deyir, ona görə deyirəm ki, bəsdirin də bu verişdə. Deyirəm, Elçin, bax. O verişləri aparanların hamısının uşağı var. Zaur Nəboğlu'nun övladı var, səhv eləmirəmsə, Allah saxlasın bütün balaları. Kəmalın var, özü boydadır maşallah, Allah saxlasın. İlgiz Əkbərin var, Tolikin biri, qız balası var, Allah saxlasın. Nə bilim, Mikailin var, səhv etmirəmsə, balaları, Allah saxlasın. Bunların hamısının balası var da, bunlar öz balalarının da tərbiyəsini pozur da, belə çıxanda tək bizim balamızın tərbiyəsini pozmur ki. Elçin deyir ki, düz deyirsiz, Seydiqim, oranı deyil, fikirləşməmişdim. Deyirəm, bu təqdim eləyirsə, aparıcılara birinci növbədə həm də öz analara baxır da, öz analardır da izləyicilər, düzdürmü? Anası da eşidirdi orada gedən söhbəti. Uşaqları da eşidir, arvadı da eşidir. Bu təkcə bizim övladlarımızı pozmur ki, özünün övladlarını da pozur da. Yəni belə nə bilim. Neysə ki. Vallahi mən heç kimin verilişinin bağlanması üçün müraciət eləməmişim. Amma bugün demişəm ki, bunları bağlayırsınızsa, ümumiyyətlə o biriləri də bağlayın. Çünki ayrı seçkilik eləmək olmaz, qərəz eləmək olmaz. Dedim, mənə qarşı elədiniz, başa düşdükdə o birilərə qarşı eləməyin dahi. Neysə. İlqar Mikayıloğlu. Yox, İlqar Mikayıloğlu ainəsi də şəkil aparıcıydı, filan idi. Düzdür, bu verilişinə baxmıram, yalan deyərəm. Yəni, heç məlumatım yoxdur ki, orada neyirlər, amma sosial şəbəkələrdə fragment çıxır qabağıma. Görürəm ki, onlar da müğənni filan çağırırlar. Anam qalma qalıb. Bu, mən qaynanam demişəm. Deyirəm, hörmətli anacım, Əmni xanım, siz şəkər xəstəsisiniz. Bu sizə lazımdır. Belə yox, bilsən, filan kəsin taleyini. Deyirəm, filan kəs kimdir? Başlayır 2 ay əvvəldən danışmağa. Mən bilmirəm, baxmıram, xəbərim yoxdur. Bunlarda 200 aylıq bir həyat hekayələri olur axı efirdə. Başda deyirəm, nə, qurban olum, çox sağ ol. Deyirəm ki, Allah başa düşdüm. Sağ ol, Allah sən kəmən olsun, çox sağ ol. Yox, bala bilirsən, dedim ki, yox, bildim. Çox sağ ol, ay dedi, 2 ay, 3 ay qulaq asmağa həvəs yoxdur. Deyirəm, hə, yaxşı. Deyirəm, onların hamısı şou deyil, sən bilirsən, hamısı da deyəndə bir 90% şoudur da sən bilirsən. Yox, ay bala, sən bilmirsən. Deyirəm, hə, doğrudan, mən pekarında işləyirəm. Deyirəm, mən televiziyadan xəbərim yoxdur, düz deyirsən. İnansız, onlara daha çox inanır, nəinki mənə. Xoşgədəm bir sandıq qoyur, doluyur deyir, millət açmır. Çünki millət dolanmağı sevirdi ona görə. O vaxt səhər görüşlər. Nə gözəl idi ASTV-nin o vaxt ki, buraxılışır. Mən keçən dəfə gördüm ki, ASTV-nin dəyərli aparıcılarını çəkiblər. O heç başqa heç yerdə o qədər izlənmədi. Məndə çox yaxşı izləndi. 300 mindən yuxarı deməli izlənib. Orada özümdə baxdım. Dedim, kaş ki, heç bu biri televiziyalar olmazdı. Elə bir dənə ASTV olardı. Qurandan olsun nə vaxt var idi? Çak televizorlar var idi. Nə bilim, başına zadına vururdum, böğründən filandan vururdum ki, göstərsin də. Və kaş ki, elə həmin o vaxtlar olardı. Vallahi heç nə biz aparıcı olardıq, nə bir şey olardıq, elə o vaxtı qalardı. Mən həqiqətən də o qədər belə maraqlıydı. Amma baxdım ki, nə qədər izləyici oraya yazdı ki, Allah uşaqlığıma qayıtdım, Allah kaş ki o ASTV olardı, kaş ki. Bəlkə də bir televiziyaydı deyə biz daha çox bağlanmışdıq da, elə bir Horizont televiziyası. Yox, Salih özünə hörmət eləyən aparıcıdır. Bizdə özünə hörmət eləyən aparıcılar var da. Samir dayı çox sağ ol, var olasan. Retro var idi, hə. Valla deyirlər Xomeyni ölüb, amma təsdiqini də tapmır da. Təsdiqini tapmır o. Deyirlər ki, onun yaşadığı evin yanında təcil tibbi yardım maşınları, ondan sonra bütün orada
Ofeliya xanım zəng vururdu, amma mən canlı yayımındayam. Gözəl xanım, yığaram da mən səni canlı yayımdayam, gözəlim, amma yaza bilirsənsə yaz. Elgiz niyə bağlandı? Heç nə deyirlər ki, Zahir Nəboğlu'nun yerinə Elgiz danışırmış efirdə. Yox, təsdiqini tapmayıb. Təsdiqini tapmayıb hələ ki. Yaxşı, aşkım, canlıdan çanı mən mütləq yığdırırım. Amma yenə də deyirəm, təsdiqini tapmır. Deyirlər ki, iki variant olar. Ay Allah. Nədən gedir söhbət? Heç nə bilim, sudan, qurudan, neysə deyirdim, yadımdan çıxdı. Hə, Xamenei ilə bağlı məsələ. Sizi dinləməyə hazır, siz o vaxtları yada salırsınız. Bir nanə qalsın. Nanənin verilişi gedir ki, keçən il yox idi verilişi, səhv eləmirəmsə, indi bilmirəm. Devirəm, baxmıram deyə efirlərə xəbərim olmur, amma sosial şəbəkədə də qabağıma çıxmır heç. Yox, getmir. Elgizin verilişi yaxşıdır. Valla mən belə ələ salmağın filanını görürdüm də. Qonaqlarını, yoxsa belə yenə dedirəm, səhərdən axşama baxmırdım. Çox-çox sağ olun, user. Gözümüz yorulub. Nanə Türkiyədədir. Ən çox xoş qədəm ələ salır. Hə, o heç də görürlər də, görmür aidiyyatı qurumlar. Yenə də deyirəm, nə oldu ki, bir dənə Elgizi bağladılar, bir də Toliki bağladılar. Nə oldu ki, nə olacaq ki? Elgizi nə yaxşı? Nə Maşəhli xanım, onun əvvəli başda burada nədən adı fanatlar var imiş. Elgiz səmimi idi. Bəs 3 sağır. Valla. Ata bilmirəm, 3 saat, 5 saat nə oldu? Gəlsin ki, neylər. Heç bir gündə geri qaytarmaq olmur. Qaydacaq işə. Elgizdən sənə Zahir bağlansın, deyir. Zümrüddən zəhləm gedir. Görmürsüz, yoxsa sərf eləmir. Mursət bəy, mən ümumiyyətlə həmişə deyirəm də kişilərə ki, bu arvad söhbətləri sizlik deyil. Adınızı çəkdiyiniz adam da, yəni bilinir də həyatda mövqeyi nədir, özü kimdir və onu qərəzli şəkildə niyə paylaşıb. Mən geyindiyim bütün geyimlərə görə başımla cavab deyəm və mən efirdə heç vaxt açıq-saçıq geyinməmişəm. Bəziləri var, efirə çıxanlar yarığı nə boydadır görünsün deyə bir ayağını mütəmadi olaraq qabaqda saxlayır, uzun ətək geyinirlər, amma ki yarıq da lap elə ayağın üstünə qədər olduğuna görə ayaqlarını qabağa atırlar ki o yarıq görünsün. Sizin o dediyiniz paylaşdığı şəkilə qalıb, mənim dediyim sözə qalanda, mən bunu ötən gün demişəm, bir daha da deyirəm. Birinci yenə də deyirəm, o qadın temaları sizin kimlərə yaraşmaz, kim özünə yaraşdırırsa, yəni bilinir də artıq kimdir, üzərinə gəlməyəcəm bunun. Bizə efirə geyimlər gətirilir. Və o geyimin ola bilər ki, hansısa nəziyi ola bilir. Bəzən olur. Məsəl üçün, məndə əlavəsi olanda o nəziyi heç vaxtı geyinməmişəm. Əlavəsi olmayan da bir paltar olanda mən məcbur olub geyinmişəm. Çünki efirə çox üzr istəyirəm də, geyimsiz çıxa bilmərəm ki, lüt çıxa bilmərəm də efirə. Yəni, başımı kəssələr də belə çıxa bilmərəm. Amma 3 kofta gətirilib mənə. İkisini geyinmişəm efirə, bir koftam qalırsa,
nisbətən nəzik olsa, mən birinci onu geyinəndə həmişə rejissordan soruşuram. Efirə verirsiniz, kadrı necə görsənir? Özüm baxıram monitorda, kadrdan necə görsənir? Və deyirlər ki, Səidə xanım normal. Mən özüm də baxıram, yenə də deyirəm, mən özüm hər halda bilirəm geyinmi. Ona görə də orada durub özünü səviyyəsiz günə qoymağı, kimsə mənim üzərimə reyting yığmağa heç ehtiyac yoxdur. Hamısı reytinqə hesablanmış şeydir, yenə də deyirəm. Bir daha da deyirəm və özümdə gözəl bilirəm. Hətta onun mən videosunu özüm xəbər formasında paylaşmışam. Hardan tapıb özüm paylaşmışam da videosunu tapıb. Durub ona biraz rəng verib, orada nəyinsə rəngini çoxaltmaq, nəyinsə rəngini azaltmaq. İkincidə ki, sizə bir söz deyim. Yayda bilirəm də güllü, onu deyirəm. Yayda 60 yaşında nənələrimiz var ki, belə yay koftası geyindiklərinə görə altdan geyindiklərini hiss eləyirsən də. Yəni durub yenə də deyirəm, düşük. Niyə? Çünki o Səidəni dəstəkləmək istəyirdi, bilmədi Səidəni necə dəstəkləsin. Götürüb mənim geyindi. Baxın, mənim 7 il, 10 il əvvəl olan Lider televiziyasındakı verilişimdən baxırlar ki, harda məsəl üçün belə durmuşam. Götürüb şeylər. Səidənin əvvəlki görüntüsü şok etdi, maraqla qarşılandı. Güya ki, bunlar soyuducuda dondururlar özlərini. Bunlar 7 il əvvəl necə edilərsə, indi də elədilər. Belə gülməli kimi gic-gic paylaşımlar eləyirlər. Belə başlıqlar, zatlar çıxardılar. Belə baxıram. Deyirəm, bəyəm, mən birinci o görüntüdən utansaydım, heç xahiş eləyərdim, o verilişləri bağlayardılar. Onsuz da Lider TV-də o YouTube kanalına heç baxan da yoxdur. 4 nəfər, 10 nəfər adam baxır. İkinci də ki, mən heç vaxtı keçmiş görüntümdən nə utanmışam, nə bunu özümə belə narahatçılıq eləmişəm. Hətta bəziləri bilirsiniz nə yazırlar, o qədər gülürəm belə. Bu Mələkə Əsərdə varmış ki, keçmişdə. Mən bircə dənə burnum uzun olub, sizə demişəm, Vaqif gələndə zorla aparıb mən əməliyyata. O qədər qorxmuşam mən əməliyyatdan. Vaqif müəllim zorla aparıb da, doktor Vaqif. Məni zorla aparıb əməliyyata. Mənim gözümün də rəngi indiki kimi olub, saçım ümumiyyətlə buradan uzun olub, çox da qəşəng olub. Yəni, belə baxıram, indi o adını çəkdiyiniz nəfərin paylaşımı. Yenə də deyirəm də, səhər saat 6-da paltar geyindiyim mağaza açıq olmur ki, gedim tez paltarı dəyişim, gəlim saat 8-in yarısında. Oğul uyudusa, ikinci bir dənə də elə kadrımı tapardı mən. Yenə də deyirəm, mən məsəl üçün toyda geyindiyim paltarlar var ki, burada adi bir dənə nəzik ipi, sonra da ki, belə istəsiz, hətta mən onun şəkillərini də gətirib sizə göstərə bilərəm. Açıq-saçıq demək, məsəl üçün, burada ip olması açıq-saçıq demək anlamına gəlməz də. Yəni, ona görə də, yox, Güllü, mən yenə də deyirəm, bilirsiniz o niyə paylaşdı, mən sizə deyim də, biz oynan ictimai televiziyanın efirində olduq. Yaxşı deyir ki, heç nəyə məcbur deyilsiniz, Emil bəy, çox sağ olun. İctimai televiziyanın efirində olduq. Mən bir-iki dənə ona kəsərli sual vermişəm. Və biz o paylaşımları eləyəndə ona çox sayda irad bildirdilər. Bu da başladı məni, deməli, paylaşmağa musiqi ilə. Güya bu mənə söz deyir, mən belə donuram. Mən həyatı boyu heç kimin yanında nə keyməmişəm, nə donmamışam. Hələ onun yanında. Mən ümumiyyətlə heç bilmirdim o kimdir. Oraya gedən də soruşdum ki, belə, yəni bu kimdir? Dedilər ki, bu da belə, nə bilim, sərbəst deyəsən, şou jurnalisti dedilər, nə dedilər. Ümumiyyətlə nə adım bilirəm, nə bir şeyim bilirəm. Heç orada adını da çəkməmişim, çünki adını da bilməmişdim. Səfərləməsə 2 dəfə verişdə soruşuram ki, adınız nə oldu? Yəni ondan, onu demək istəyirəm ki, ondan bu adamda necə travması qalıb ki, bacardığı qədər məni vurmağa çalışır, bacardığı qədər məni vurmağa çalışır. Yəni, gülünc də, yenə də deyirəm, gülünc. Nəysə, Güllü xanım. Boş verin. Özünə hörmət eləyən oğlan Səidə üzərindən reyting tutmur da. İkincidəki, Səidənin geyindiyi nəzik koftadan bir az nəysə görsənir deyib, onu yəni əlində bayraq eləmir də, çox gülməlidir. Sonuçda özləri deyirlər də, ailəmdəki xanımların bədən proporsiyaları icazə versə, qoyaram lüt gəzməyə. Bədənləri 90-60 olsa, mən ondan nə soruşacam, deyəcəm ki, mənim elə
geyimimi niyə vermisən? Yenə də deyirəm, göstərə də bilərəm. Orada nə var idisə belə belə şeylər elədlərsə başa düşmürəm. Oğlan kimi sinələrinə buna qədər açıq qoyurlar. Kişinin sinəsi bura qədər açıq olmalı deyil də məntiqlə. Bunlar açıq qoyurlar, lazerə gedirlər, tüklərini də yoldururlar. Durub təsəvvür eləyin, qadının geyinə biləcəyi geyimi ora göstərib nə deyirsiniz ki siz? Heç olmasa öz ayıbınıza kör olun da. Nəysə, təbii ki, mən ona heç bir cavab verməyəcəm. Onu dəstəkləyənlər onun özünə uyğun adamlardır, məni dəstəkləyənlər də mənə uyğun adamlardır. Bu qədər bəsit. Elə ona görə də Seva xanım cavab zad vermədim. Nəysə. Yo, özü ağılda olan onun şeylər var, sosial şəbəkələr var, götürüb paylaşırlar da, başlıq zad yazılır. Ona görə, yoxsa zaten o nə figurdur ki, hamı-hamını tanıyır da. Çox-çox sağ olun. Çox sağ olun Milana xanım, təşəkkür edirəm. Siz niyə Tolikün tərəfini saxlayırsınız? Oy Allah, sənə qurban olum ya Rəbbim, ya Rəsulallah. Səbir ya Rəbbim, səbir, səbir. Deyir 3-ə qədər saymalısın. 1, 2, 3. Onda deyir adam əsəbi keçir. Durdun da əsəbim keçdi. 3-ə qədər sayanda da əsəbi keçir. Əsəbim keçdi. Yo, neynirəm? Durub hamıya bir dəfə izahat verəcəm ki, tərəf saxlamaq deyil, o həqiqəti deməkdir. İndi bizimkilər də həqiqət deyəni bilirsiniz də, düşmən eləyirlər. Nəsə ki, boş verin, getsin. O qədər haqlısınız ki, nə olsun Aygüllü xanım, bu cəmiyyətdə haqlı olmaq lazım deyil. Bir adam qorxur nəsə yazmağa. Neçə yaşım var? 45 yaşım var. 46-ın içərisindəyəm. Nə olardı? Gözəl verilişlər olardı. Bir dənə Elgizin bu şəklini göstərəcəm. Baxın. Baxıram, gülürəm. Allah sizi gülür. Bugün bana getdi o. Ölürəm də şəkilə. Ayaqlara getdi bu. Qoy bir dənə baxım görüm. Səni ölmə ay Elgiz, ölmə səni Elgiz. Ay Allah hara getdi. Onun bir dənə gözəl şəklini qoymuşdular bura. İzzət Bağırovun çıxışı neyiniyib? Prezident Xocavənddə olub. Ay Allah hara getdi onun. Yo, bığlı dili bir dənə gözəl gülür. O niyə görmədim burada? Yəqin şeydən çıxdı. Allah seni kahretməsin Elgiz. Bir gözəl şəkli idi Allah'ınız. Bayaqdan buradadır. Baxıram, gülürəm. Hə, de gəldi. Ay Allah getdi yenə də. Ay bala, bu da hər yerə girdi. O şəkili nə bilim eş. Deyir, sakit durun, kriteriyalar. Ay nə kriteriyalar, gözün çıxmasın sən. Bir alıverdi. Deyim, gör nə qəşəngdir. Kim tarazdı, kim natarazdı? Tarazlıqdan danışmıram. Mən, bu tarazdı, o natarazdı. Vallahi yoldaşlığım yoxdur, bilmirəm kim tarazdı, kim natarazdı. Bitirin də daya. Salam. Cansız Akstafa da olsa salamlaşma.
Mərhəmətli adamdır deyən kimi başlayırlar səni topa qoymağa. Ay Allah, oy, Tolika dedi mərhəmətli adamdır. Neyinir ki, 3-dən 5-dən acın qarnını doyuzdurur da. Yəni, bu əyriyə əksiyi varsa, gördüyü yaxşı işlər də var da. İkinci ki, yendirəm, valla canlısına girib 7000 baxan izləyicidir də. Bu xalqın nümayəndələri də mən deyiləm ki. Mən Elgizin canlısını bilməm, bir dəfə deyəsin çıxıb qabağıma, səhv eləmirəmsə. Bir də 7000 izləməsini hardan bilirəm. Arada danışanda özü deyirdi ki, canlımda 7000 var idi, nə bilim 15000 var idi, filan vardı, yazım düşünmürsəydi. Nə bilim, Sima xanım, çox baxmıram axı yazılara. Bəlkə də gedir.